أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إن للمتقين مفازا حدائق وأعنابا وكواعب أترابا وكأسا دهاقا لا يسمعون فيها لغوا ولا كذابا جزاء من ربك عطاء حسابا رب السماوات والأرض وما بينهما الرحمن لا يملكون منه خطابا يوم يقوم الروح والملائكة صفا لا يتكلمون يوم يقوم الروح والملائكة صفا لا يتكلمون إلا من أذن له الرحمن وقال صوابا ذلك اليوم الحق ذلك اليوم الحق فمن شاء اتخذ إلى ربه مآبا إنا أنذرناكم عذابا قريبا يوم ينظر المرء ما قدمت يداه يوم ينظر المرء ما قدمت يداه ويقول الكافر يا ليتني كنت ترابا
صدق الله العلي العظيم. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، نحمده ونشكره ونستغفره ونستعينه نتوكل عليه ونتوسل إليه. الصلاة والسلام على سيدنا ونبينا وحبيبنا وطبيبنا وشفيعنا ومولانا أبي القاسم المصطفى محمد. اللهم صل على محمد وآل محمد. ثم الصلاة على إترة المكرمين وسيما بقية الله في الأرضين ولعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Ya Allah, Rəcəb ayında mövzumuz münacat. İkinci çıxışımdır münacatla bağlı. Münacat bəşərin ruhi ehtiyacıdır. Münacat eləmək. Münacat yəni yaradanla xüsusi, məxsusi söhbət. Məxsusi söhbət. Məxsus söhbət olduğuna görə adətən axəstə olar və xəlvət olar. Allahla məhrəm bir söhbətdir. Hərdən biz bir nəfərə söz deyirik, deyirik bunu sənə deyirəm, amma yəni heç kəs bilməsin. Münacat yəni bu, ya Rəbbel aləm, mən səndən istəyirəm danışım. Heç alınsa heç mələkə də bilməsin, sən bil, mən bilim. Misal. Allahla bir xüsusi həmsöhbətdir. Danışıqdır. Və münacat etmək deyiblər bizə hədislərdə. Bir var münacatı oxumaq, duanı oxumaq və duanı etmək. Biz azə duanı oxuyuruq. Biz elə dua edin. Azə duanı oxuyuruq, bir-birini oxuyuruq. Biz elə dua eləyin, danışın. Mühüm budur. Və bu Allahın böyük lütfüdür. O kəslər ki, nəsib olub münacat edə bilirlər, Allahın xüsusi mərhəmətidir. Allah hər adamı dinləmək istəmir. Hər adamla danışmaq istəmir. Deyərdim, Allahın ən böyük cəzalarından biri budur ki, Allah istəmir o şəxslə danışsın və ya o şəxsi dinləsin. Bəlkə də bundan böyük cəza yoxdur. Quran buyurur, La yükəllimuhumullah və la yanzuru iləyhim yevməl qiyamə. Allahın cəzalarından danışır qiyamət günü, deyir, bəzi olacaq ki, heç Allah onlarla danışmayacaq və onlara heç baxmayacaq da. Yəni, bu hansı danışıq, hansı mövzudan söhbət, yəni xüsusi söhbət məhrumsan, diqqətdən məhrumsan. Deyir, yox. Halbuki insanın da diqqətə ehtiyacı var, ona diqqət etsinlər, vaxt ayırsınlar. Məxsusən də Allah bunu ona görə qoyub ki, buna kökü var, hubbuzat deyirlər, insan özünü sevir. Məhz o sevgi səbəbdir həm sevməyə, həm sevilməyə. Həmən sevilmək hissi də diqqət istəyir. Ən mühüm diqqəti də bəşər gözləntisi Allahdandır. Allah onu öz diqqətində saxlasın. Bəzi vaxtlar bu mənəvi ali dəyərdən, diqqətdən kənarda qalır deyənə ömrünü lazım olmayan yerlərə sərf edir ki, filan kəs mənə baxsın. Diqqəti çəkmək istəyir. Hətta uşaqlıqdan var bu hiss. Mesela uşaq şıltaqlıq eləyir, uşaq biraz nadinclik eləyir. Yəni, məsələn, ana otaqdan keçən kimi oturub başlayır ağlamağa, ana qayıdır, nə işsən elə, heç elə demir, amma elə baxım da sənə. Yanımda ol, mənə diqqət elə, diqqəti istəyirəm, sanki dili olsa onu deyər. Bu bizim bir fitri ehtiyacımızdır, kökündə də hubbuzat yanır, insan o özünə olan sevgisi, həmən sevgidən sevilmək hissi, həmən sevilmək isə diqqət, bəzi vaxtlar o diqqəti lazım olmayan yerlərdə axtarır. Fikirləri özünə çəkmək istəyir, görsən. Maşında məsələn, o qədər xod verib ki, maqnitofona.
Misal üçün də, yəni pəncərələri də açıb, baxı sən özün qulaq asmaq istəyirsən, özün üçün o qədər biraz verdin, xod kifayət eləyir də. Və başlayır maşını o şəkildə sürməyə və insanlar buna diqqət eləsin, baxsınlar. Amma özün də elə aparır bəzən ki, yollara baxmır da, gözaltı baxır. Və xoşu da gəlir ki, bütün insanların fikrini çəkib özünə. Lazımsız yerləri xərcləmək olmaz. İnsanın ehtiyacı var, bu ehtiyac ali bir ehtiyacdır və Allah təmin eləsə, həqiqətən tamamlanar insan. Allah ona nəzər eləsə, bu insan xoşbəxt hiss edir özünü. Məsələ budur. Rahatlaşar. Və münacat gəlir burada yerin tapır. İnsan danışır, istəyir Allah ona bir diqqət eləsin. Münacat yəni bu xüsusi mənə vaxt ayırarsan, ümumi istəmirəm. Ümumi hamını eşidirsən. Mən səndən xüsusi istəyirəm söhbət edeyim, ahəstə, heç kəs eşitməsin. Sən bil, mən bilim. Bir də belə bir mövzu qura bilərik ya Rəbbəl aləm. Yəni münacat bu. Mənə diqqət eləyərsənmi? Bu qədər mühüm mövzu. Allah da bəzilərinə deyir ki, yox, mən sənə istəmirəm vaxt ayırım. Yəni daha artıq sən layiq deyilsən buna. Meyrac hədisində deyir, Allah Taala qiyamət günü fihəl havas. Bəzi xüsusi adamlar var ki, cənnətdə. O ənzuru ileyhim kulli yevmin 70 mərrə. Hər gün ərzində ona 70 dəfə baxaram. İndi baxaramı bilirsiniz, böyük mənaları sözlə ifadə eləmək də biraz çətin olur. Söz kasad deyə ərşin mövzuları xırdalamağa. İndi baxaram necədir orada, nə baş verir orada. Elə yaşayaq da, yəni mən nə deyim sizə? Mən çalışıram belə bir müəyyən qədər fikrimi izah eləyə bilim. Amma deyirlər fərqli bir şeydir, özüm də başa düşmək istəyirəm. Baxaram ona 70 dəfə. 70 dəfə baxaram. Və bu sanki Allah istəyirsin ki, o ehtiyacın da sənin, mən sənə baxım. Bunu təmin edərəm. Bunu təmin edərəm. Ukəllimuhum kulləman nəzərtu iləyhim. Hər baxdıcı danışaram onunla. Nə maraqlıdır. Hədisdə var 30 min il bəşər gözləyər cənnətdə ki, Allah ona tərəf baxsın və danışsın. 30 min il yenə deyirəm, bura ilə 4, oranın zaman anlayışı bu materiya aləminə aiddir. Orada o necə baş verir o proses, o da maraqlıdır. Bəli, ona görə cənnətdə olan insanlar da hamı elə deyil ki, eyni şəkildə, eyni vəziyyətdədirlər, eyni məqamdadırlar. Əsla belə deyil ki. Dərəcədirlər. Amma mühüm məsələ budur ki, bu aylarda, bu 3 ayda Allahın rəhmət ağuşu böyüməyə başlayır. Sanki əlini daha geniş açır, qıraqda, bucaqda qalanları da götürür. Deyir, gəlin. Belə deyim də, diqqət edilməyə layiq olmayanlar da bir də görsənliyini, deyir, gəl səni də dinləyim. Gəl görüm nədir, gəl bir münacat elə görək. Əlbəttə, müşkül problem qarşı tərəfdə də Allahda deyil. Bəli, həyat belədir. Allah Taala buyurur ki, əsfatuke fihi məsmu'a. Sənin səsin, sizlərin səsləri, o səsləri eşitmək istəyirəm. Munacatuke fihi mərhumə. O munacatlarınızı dinləmək istəyirəm. Sizə xüsusi rəhmətimi nazil edəcəm. Munacatın mühüm tərəfi budur ki, sən onu ilə pıçıldayırsan. Bu qədər yaxın olursan. Sən ona söz deyə bilirsən. Amma bundan da mühüm nədir? Bundan da mühüm budur ki, o səndən pıçıldasın. Bir var ona sən söz deyirsən, bir də o sənə söz deyir. Bu ikinci tərəf daha mühümdür. Daha çox ehtiyaclısan ona. Bir də mən danışırsan, bir dənə sən söz də. Bilməyə qulaq olsun, bir dənə sən bir kəlmə də mənə. Buna da ehtiyacın var sənin ki, Allah sənə xüsusi neynəsin, özü sənə bir kəlmə nəcva eləsin, pıçıldasın, bir söz desin ki, sən bil o bilsin. Nə maraqlıdır. Allah deyir, Peyğəmbərə bəzi mövzuları dedi, onların hamısını deyə bilərsən. İkinci qrup mövzuları dedi,
Dedi, öz ixtiyarıma buraxıram. İstəsən kimlərəsə deyərsən, istəmirsən deməsin. Üçüncü qrup sözlər dedi. Dedi, bu sənlə mənim aramda. Bu sirdir. Hətta məsələn, Quranda müqəttə hərflər adlı mövzu var. Əlif, ləm, mim. Belə başlayırdı. Əlif, ləm, ra, Yasin. Məsələn, deyirlər, o Peyğəmbərlə Allah arasında bir sirdir. Allah arasında bir sirdir. Müxtəlif fikirlər irəli sürülüb, amma deyir, daha kamil cavabı Allahla Peyğəmbər sirdir. Bəzi şeylər sənə deyirəm, sənlə mənim aramda qalsın. Təsəvvür etsən necə maraqlı mövzudur. Allahla insan bu qədər yaxınlaşa bilər. Nə gözəl olar. Bu ikinci hal var, Allah insana pıçıldasın. Bunu asan vermir insana. Özü şərt kesib. Şərtin deyim sizə. Fəmən əmilə bir rızaya. Kim mənim razılığım üçün yaşasa, çalışsa, ömrünü o şəkildə sürsə, ulzimuhu sələsə xisal. 3 dənə neymətimi ona verərəm. Kim mənim razılığım üçün yaşasam. İndi gəlib çatacam ki, Allah nə zaman insandan nəcva eləyər. Baxın. Birinci nə dedi? Uarrifuhu şükrən la yuxalidhul cəhl. Onu elə bir şükr eləməyə tövfiq edərəm ki, inayət edərəm ki, o heç bir neymətmə nisbət cahil olmaz, nadan olmaz. Elə hey məni şükr edər. Dili sussa da vücudu şükr edər. Bəzi neymətlərə nisbət insan nadanlıq eləyir, ya qafil olur. Heç məsələn, bir dəfə də olsun nə şükrün verir, nə onun qədrini bilir. Neymətlə məst olub, nəinki neymətlə cəmiyyətə fayda vermək istəyir. Ona görə hədislərdə var, İlahi əuzu bik min sukkari niyəm, duadır daha doğrusu. İlahi sənə pənah, nədən bəşər, nədən? Neymətin məsliyindən. Maraqlı sözdür. İlahi sənə pənah, neymətin məst etməsindən. Vəzifə insan üçün bir dənə tutaq ki, vəzifən var, şöhrətin var, pulun var. Bir neymətdir də, bəzi var, bu neymət insanı məst edir. Yerişi dəyişilib, baxışı dəyişilib, sözləri dəyişilib, tamamən dəyişilib. Allah Teala deyir ki, belə dua eləyin, İlahi sənə pənah məstlikdən, neymətin məst eləməsindən. Ona Qur'an-ı Kərimdə ayə var, yəc'alur ritsə ələl-ləzīnə lə ya'qilun. Allah əqli alar, yerini napaklıq tutar, nadanlıq tutar. Rits, napaklığa deyirlər. O kəslər ki, əqlini işə salmır, ağılını işə salmır, ağıldan məhrum olub, yəc'alur rits. Ruhu belə deyək, napak olar, çirklənər. Yəni, elə bir addımlar atar ki, daha özünü xaraba günə qoyar vücudunu. Sanki bu ayə istəyirsin ki, ağıl olmayan yerdə ritsi olar, napaklıq olar. Ritsi yəni napaklıq. Napaklıq. Mənəvi paklığını insan əlindən verər. Sonra da ikinci nə neymət verərəm? Zikrən la yuxalituhun nisyan. Ona zikr etməyi nəsib edərəm. Elə bir zikr etmək ki, daim Allah yadındadır. Daim Allah yadındadır. Üçüncü nə verərəm? Məhəbbətən la yusiru əla məhəbbəti məhəbbətul məxluqin. Ona elə bir sevgi bəxş edərəm ki, fə izə əhəbbəni əhbəbtuhu. Ona elə bir sevgi verərəm ki, o məni sevər, mən onu sevərəm. Əftəh eynə qəlbihi ilə cəlali. Gözünü açaram, cəlalıma baxar, cəmalıma baxar. Fəla uxfiyə aleyhi xassətə xəlqi. Məxsus övliyalarımla onu tanış edərəm. Dostlarımla onu tanış edərəm. Məxsus bəndələrimlə yol yoldaş olar. Tanıyar mənim bəndələrim kimdir. Sonra çatdım bu yerə. Nə verərəm ona? Mənim razılığım üçün yaşayan adama. Unacihi. Özüm onu ilə münacat eləyərəm. Fi zuləmil leyli və nurən nəhari. İstər gecə, istər gündüz. Hatta yanqatiya hədisuhu mə'al məxluqin. Daha o münacatdan o qədər ləzzət alar ki, boş-boş söhbətlərə vaxtını xərcləməz. Boş-boş söhbətlərə vaxtınızı xərcləməz. Deməli, münacat iki tərəflidir. Sən nə cüva eləyirsən, o da eləyir. O eləsə hara? Əzəmət oradadır. O adam onu dada, onu duya. Bəs münacat üçün neyniyək? Pillə-pillə gedirəm də qabağa, düzdür. Birinci tövsiyə eləyimlər. Hədislərdən çıxar şeylər. Birinci budur, gəlib vaxt ayırasan. Vaxt ayır.
münacat eləməyə vaxt ayır. Fit Tövratı məktubun. Tövratda yazılıb: "Yəbnə Adəm təfərrəq li ibadəti." Bəndə bəşər, bəli. İbadətə nə? Vaxt ayır. Vaxt ayır özünə. O vaxtda münacatdan əhəmiyyətli işin olmasın. Gecə ayırırsan, haçan ayırırsan, özün bilərsən. İndi gələn cümlələri danışaram xüsusilə gecə haqqında. Bir vaxt ayır, bir 15 dəqiqə, 20 dəqiqə, o sənə daha əhəmiyyətli olsun. O anda münacatdan əhəmiyyətli bir şey olmasın sənin üçün. Telefonu, səni məşğul edən hər bir şeyi, əşyanı özündən kənar elə. Hər bir şey özündən kənar elə. Dünya bütün cazibəsi ilə də sənə üst tutsa, ona diqqət eləmə. Həmən 15 dəqiqəni ona sərf elə. Amma təkcə vaxt ayır demir, qəlbimi də ayır mənə deyir Allah Teala. Əks təqdirdə effektiv olmaz. Vaxtı mənə ayırmısan, diqqətin başqa yerdə. Neyirəm o vaxtı mən? Mənə sənin vaxtın yox ki, sən lazım idin. Sən mənə özümü bir dənə ayır, qəlbimi mənə ayır, əqlimi mənə ayır. Olur, gəlib oturursan, məsələn, fikrin başqa yerədir. Hardasan, oradan qop gəl evə, ya gəl görüşə, gəl kimdən ki, söhbət edirsən ondan. Sən bir nəfərə vaxt ayırıb, diqqət onu ayırması, o neyniyər? Dədə olmadı ki. Mənim özüm bir dənə dostum var. Biz görüşəndə, mənə deyir, sənə and verəm Allah. Bir dənə telefonumu qoy kənara, xahiş edəm sənə. Ya səsini al, ya söndür, ya qoy kənara, görmə. Yazıq haqlıdır da, deyir, 5 dəqiqə danış edin. Neçə vaxt görməyib, birimizi söhbət edək. Baxın, Allah da deyir ki, mənə vaxt ayır, bir də mənə qəlbimi ayır. Mənə qəlbi ayır. Həm vaxtı, həm qəlbi. Nəticə nə olacaq, ya Rəbbə? Əmləu qəlbək qinən. Bəh. Səni heç kəsə möhtac eləməyəcəm. Yalnız Allaha möhtac olacaqsan. Əlbəttə, o Allah, o Rəbb, o yaradandır. Müəyyən insanların əli ilə işi görəcək, sözsüz. Amma onların əli ilə gördüyü işdə sənin izzət və xələl gəlməyəcək. Belə deyil, kimlərsə sənin yanında olmayacaq, kömək elməyəcək. Olacaq yanında olan adamlar. O insanlar ki, minnətsiz. O insanlar sənə kömək edəcək ki, sənə da xələl gəlməyəcək izzət və heysiyyət və əmləu qəlbəkə qinən. Qəlbimi dolduracam. Möhtac olmayacaqsan kimlərəsə. Və la əkilkə ilə tələbikə. Səni dünya istəklərindən başlı-başına buraxmayacam. Sən nəfsivin əsiri olmayacaqsan. Hərdən gözə bir dənə istək gəlir, əl çəkmir adamdan. 10 gün, 15 gün dözürsən, vuruşursan, görsən 20 gündə, 20-ci gündə axır o istəyi həyata keçirdirsən. Sonra da istək həyata keçəndən sonra oturursan, desən, nə qədər aciz insanam mənəm. Özündən xəcalət çəkirsən. Bu necə, mən niyə bu qədər iradəsizəm? Hamı məni güclü bilir axı. Hamı məni qüdrətli bilir axı. Mən niyə beləyəm? İstəyinin əsiri olur bəzi vaxtlar. Allah deyir ki, sən məndən münacat eləsən, vaxt ayırsan, qəlbimi mənə ayırsan, və la əkilkə ilə tələbikə. Səni nəfsivin əsiri eləmərəm. Sən dünyaya sahib olarsan, dünya sənə sahib olmaz. Və ələ ən əsuddə faqətəkə. Mən özüm sənə xidmət eləyərəm, Allah deyir. Nə böyük söz deyir Rəbbimiz. Allahın deyəcəyi sözə baxayım. Yəni, mən varam ha. Mən varam. Sən bir dənə belə elə, mən yanındayım. Hərdən olur belə, biz övladlarımıza deyərik, yaxınlarımıza deyək, sən belə elə, mən sənin yanındayım, arxayın ol. Və əmləu qəlbəkə xovfən minni. Sənin qəlbi belə eləyərəm ki, yalnız mənim ədalətimdən qorxarsan. Yalnız öz əməllərimdən qorxarsan. Heç kəsdən qorxmazsan. Xovda müvəhhid olarsan. Yalnız ondan qorxarsan. Yaxşı, əks təqdirdə nə olar ki? Belə eləməsəm nə olar ki? İnləm təfərrəqli ibadəti. Mənə vaxtımı və qəlbimi ayırmasan. Əmləu qəlbəkə şuğulən bid dünya.
Başımı elə qataram dünya ilə, bir gün tikərsən, bir gün sökərsən, elə hey yeyərsən, içərsən, gezərsən, dolanarsan, buradan o ölkə, oradan bu ölkə, sağa, sola, elə ömrün elə sağda, solda keçər. Düz yolda olmarsan. Əş-şimalu vəl-yəminu məzəllə ət-tariqul vüsta hiyəl caddə. Sağ, sol, yəni səhv yollar. Yəni ifrat, təfrid, yanlışlar səni zəlalətdən başqa bir yerə sürükləməz. Səni zəlil eləyər, hörmətsiz eləyər. Ət-tariqul vüsta hiyəl caddə. O yol, o orta yol, o Allah yolu. Odur səni hörmətli, izzətli eləyən. Caddə odur, yol odur. Sonra nə olar? Əgər mənə vaxt ayırmasın. Summa la əsuddu faqətəkə. Səni buraxaram. Qalarsan elə insanların öhdəsindəki. Şərafətsiz insanlara möhtac olarsan. Layiq olmayan qapıları döyərsən. Şəxsiyyətsiz insanlara yalvararsan. Və bunu məcburiyyət üzündən eləyərsən. Həmişə möhtac olarsan. Gözün həmişə telefonda olar. Bəlkə o filan kəs yığdı. Qulağın səsdə. Filan kəs yaxşı adamdan söhbət getmir. Layiq olmayan bir insan. Nalayiq bir insan. Qulağın həmişə qapı səsində. O belə yaşayarsan. O əkilkə ilə tələbikə. Səni istəklərindən başlı-başına buraxaram. Gedində hərəkət elə. Bax, məsələ budur. Diqqət elədiniz. Münacatın faydası budur, xeyri budur. Əks təqdirdə ziyan budur. Özünüzə münacat üçün vaxt ayırın. Nəcva eləyin. Müjdəsi budur, bir növün Allah səndən eləyər. Allah səndən münacat eləyər. Allah səndən danışır. Bir var sən ondan danışır, bir var o səndən danışır. Bu bir pilə yuxarıdır. Bir hədis var, Həzrət Fatimə ilə bağlıdır. Hədis belədir ki, Peyğəmbər deyir, ya Səlman, Salmanla danışır. Deyir, bəli, ya Rasulallah. Hubbu Fatimə, deyir, Həzrət Fatimə sevgisi yənfəu fi miətil minəl məvatin. 100 yerdə əlindən tutar. 100 yerində. Zəhra eşqi, Fatimə sevgisi, Bətul məhəbbəti, hamısı onun adıdır da. 100 yerdə əldən tutar. Əysəru tilkəl məvatin. Salman, ən asan yerləri deyim sənə haradır? Buyur. Buyurur, vələ qəbir. Biri qəbirdir. Bunlar çətin yerlərdir, mən deyirəm sizə. Adam oturub bunların haqqında oxuyur, çətin yerlərdir. Amma sən demə, bundan çətin günlər də var imiş. Həyatda bəzi vaxtlar, bəzi hadisələr üzləşəcək ki, qəbir ondan da asandır. İndən ruhuvu, imanıvı möhkəm elə. Yaxşı. Vicdan sənə elə sorğu suallar eləyəcək ki, elə sözlər soruşacaq ki, orada qərarlar verməlisən. Bir var qəbirdə o iki mələk soruşur. Bir də bəzi vaxtlar bir situasiya ilə üzbəüzsən ki, vicdanın sənə deyir, burada nə qərar verirsən? Rəbbin qərarı, mən Rəbbük, Rəbbin kimdir? Yoxsa dünyadır sənin Rəbbin, dünya istəklərinə qurban verirsən Allahın istəklərini. Yoxsa nəfsündür sənin Rəbbin, mən Rəbbük, vicdan ərdən adama deyir. Bu, bəzi vaxtlar o qəbirdəki sualdan da çətindir. Yaxşı. Vələ mizanda asan yerləri Peyğəmbər sayır. O əməllərin tərəziyə qoyulduğu var. Vələ həşir, məhşur olursan qiyamətdə milyonlarla, milyardlarla insanla birgə. Və sirat, vələ mühasəbə, hesab kitab və s. İndi bunlar dedilər. Yaxşı. Asan yerlər bunlar idi. Fatimə məhəbbəti səni belə yerlərdən xilas eləyər. Bunu bəziləri belə tərcümə edir. Kim Fatiməni sevsə, məhəbbət olsa, bu yerlərdən xilas olar. Amma bəzi alimlər deyir, yox, belə tərcümə edin. Kimi Fatimə sevsə, bu yerlərdə amandadır. Biz hamımız deyirik, Həzrət Fatiməni çox istəyirik. Məsələ budur, o deyə, mən səni çox istəyirəm. Hop, bu Fatiməni iki cür tərcümə edin olar. Görünən budur ki, böyük mövzudur. O bizi sevsə, belə yerlərdən xilas olarıq. O bizi sevsə. O çətin anlarda düzgün qərarlar verərik. Nəfsi qərarlar deyil. İlahi qərarlar verərik. Vicdanımızın səsinə
səs verərik. Yaxşı. Bir var, sən Fatimə xanımı sevirsən, bir var Fatimə xanım səni sevir. Bir var, sən münacat edirsən Allahla, bir də var, Allah səndən münacat edir. Allah nə zaman məndən münacat edir, deyir, mən kimdən razı qalsam o zaman. Hədis bu idi. Bugünkü söhbətimi yıxsam, nəticə budur. Allah da səndən münacat edir, sən də Allahla. Bu bir. İkinci, Allahla münacat etmək üçün nə lazım idi? Bir vaxt ayır, bir qəlb ayır. Nəticə də nədir, onu dedim. Münacat eləməsin, ziyan nədir, onu dedim. Hələ ki, bu qədər davam eləyəcək inşallah gələn cümlələrdə. Vəlhamdülillahi Rabbil aləmin. Allahümmə inna nəsəlukə və nəd'uk bismikəl əzizil əzəm, əl-əcəllil əkrəm. Allah sənə and verəm izzətüvə, cəlalüvə, kərəmüvə, rəhmətüvə, məhəbbətüvə, mərhəmətüvə. Bu əllər ki, sənin dərgahıva qaldırmışıq. İlk əvvəl duamız İmam Zaman əleyhissalamın zuhurunu təcillə. Allah bağışlamamış bizi bu dünyadan aparma. İmanla yaşayıb, izzətlə bu dünyadan köçməyi bizlərə nəsib elə. İlahi, namaz qılmayan qardaş bacılarıma namaz qılmağı nəsib elə. İlahi və Rəbb, hicaba riayət eləməyən ana bacılarımıza hicaba riayət eləməyi nəsib elə. İlahi, günahlarımızdan əfv qələm çək. Xəstələrimizə tezliklə şifayı acil inayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül olanların müşküllərini tezliklə həll elə. Borcu olanların borclarını verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə, işsiz qardaşlarımıza iş nəsib elə. İlahi və Rəbbim, şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur elə, onların yaxınları, ailələri, övladları, qəlblərinə huzur və aramlıq nazil elə. Peyğəmbər və əhl-i beytinə salavat zikirlə.